Salam, mən Manafov Dilavər. Bu dərsimizdə sizlərə hazır olan proyektin rendering elənməsini başa salacağım. Rendering, yəni hazır olan proyektin videonun kompüterin yaddaşında video formatda yazılması deməkdir. Məsəl üçün, kiçik bir həcmli videodur. Və bu videonu yaddaşa vurmaq üçün Share bölməsinə daxil oluruq. Share bölməsinə daxil olduqda burada Create Video File, yəni video file formatında videonun kompüterin yaddaşına yazılması. Oranı sıxdıqda burada video formatları gəlir. DV format, HDV format, DVD, MPEG formatlar, HD DVD formatlar, VMV formatlar, Windows Media formatları, MPEG-4 telefon formatları, NSD DVD və custom müxtəlif formatlar var. İstədiyiniz formatı seçib, məsəl üçün HD formatı seçək. Formatı seçdikdə belə bir pəncərə gəlir və həmin pəncərədə kompüterin istənilən papkasına, istənilən yerinə videonu saxlamaq mümkündür. Bu bölmədə videoya istənilən adı verib və saxlanıc düyməsini basdıqda video rendering olur. Və həmin video kompüterin yaddaşında saxlanılır.